Salam əziz şagirdlər, bugün biz sizlə 12 aprel 2026-cı il 9-cu siniflər üçün keçirilən buraxılış imtahanına düşən ingilis dili sualların izahına başlayırıq. Birinci baxacağıq biz 5-ci tapşırığa, çünki 1, 2, 3, 4 dinləmədi. 5-dən başlayarıq. 5, 6, 7 elə keçən dəfəki buraxılış kimi kiçik tekstlərdir. Sonra bizim əsas tekstimiz gəlir, onun sualları və 13-cü tapşırıqdan sonra isə qrammatika və vocabulary sualları qarışıq şəkildə verilmişdir. Və sonda isə writingimiz var. Başlayarıq 5-ci tapşırıqdan. Birinci oxuyaq, tərcümə eləyək. Dear story writers, əziz hekayə yazarlar, are you interested in learning more about literature? Ədəbiyyat haqqında daha çox öyrənməkdə maraqlısınız. Join our Basics of Literature course this Saturday at 10 a.m. Bizim ədəbiyyatın əsasları kursumuza bu şənbə günü saat 10-da qoşul. You will discover easy methods to write stories for kids. Siz uşaqlar üçün hekayələr yazmağın asan yollarını kəşf edəcəksiniz. The course is open to everyone above the age of 18. Kurs 18 yaşdan yuxarı hər kəs üçündür. Yəni hər kəsə açıqdır. Don't miss this chance to improve your skills. Bacarıqlarınızı inkişaf etdirmək üçün olan bu şansı qaçırmayın. Sign up and attend the course without any payment. Qeydiyyatdan keçin və heç bir ödəniş olmadan kursa gəlin, yəni kursda iştirak edin. Sincerely, the community only for kids. Səmimiyyətlə, sadəcə uşaqlar üçün olan kampaniya. Yəni ki, təşkilat. Gəlirik variantlara. Basics of Literature course requires a small amount of payment. Bu səhvdir, çünki heç bir puldan söhbət getmirdi. The community wants to teach kids how to write a story. Burada deyir ki, təşkilat uşaqları öyrətmək istəyir ki, onlar hekayə yazsınlar. Amma bu səhvdir, uşaqları öyrətmir. Burada deyir, kimlər qoşula bilər? Above the age of 18, 18 yaşdan yuxarı. Ona görə bir variantda deyil. C-də the course will take place every Saturday throughout a year. Bir il ərzində hər şənbə günü keçiriləcək. Belə bir məlumat yoxdur. Sadəcə bu şənbənin məlumatı var. Ona görə bu da səhvdir. D-də the course will help kids to improve their storytelling skills. Burada vəbşə hekayə söyləmə bacarıqlarını kurs uşaqlara hekayə söyləmə bacarıqlarını inkişaf etdirməyə kömək eləyəcək. Ümumiyyətlə heç uşaqlara kömək eləmir. İkincisi də hekayə söyləmə yox, hekayə yazmaqla bağlı kursdur. Bu da səhvdir. Bizim cavabımız olacaq E variantı. The community organizes a free course for story writers. Hekayə yazarlar üçün pulsuz kurs təşkil edir. Testin izahına baxırıq. Dear customers, we would like to inform you that our shop will close early today. Əziz müştərilər, biz sizə məlumat vermək istəyirik ki, bizim mağazamız bugün erkən at 5 p.m. for deep cleaning and construction. Saat 5-də dərin təmizlik və yenidən qurma tikinti işləri üçün bağlanacaq. Please make sure to finish your shopping before it. Zəhmət olmasa, həmin zamandan əvvəl bazarlığınızı bitirdiyinizə əmin olun. Thank you for your understanding. Anlayışınız üçün təşəkkürlər. Best regards shop manager. Ən xoş, daha doğrusu böyük hörmətlərlə mağazanın meneceri. Baxırıq. A-də deyir ki, customers are asked to finish shopping till 5 p.m. Müştərilərdən xahiş olunur ki, bazarlıqlarını 5-ə kimi bitirsinlər. Bu düzdür. Plus yazaq. The shop manager announces discount for tomorrow. Discount endirim sözdür. Endirim deyir ki, mağazanın meneceri sabahki endirimi elan edir. Səhvdir. Tomorrow the shop will be closed the whole day for construction. Sabah mağaza bütün gün tikinti işləri üçün bağlanacaq. Səhvdir. Bütün gün sözü yoxdur. The construction will last till tomorrow evening. Tikinti işi sabah axşama kimi davam edəcək. Bunun haqqında da heç bir məlumat yoxdur. Və sonuncu, customers can start shopping after 5 p.m. tomorrow. Müştərilər sabah saat 5-dən sonra shoppinglərinə, yəni bazarlıqlarına davam edə
bazarlıqlarına başlaya bilərlər. Bazarlıqlarına başlamaqla bağlı heç bir məlumat yoxdur. Sadəcə bugünü bağlamaqla bağlı məlumat var. Ona görə bu cavabımız da səhvdir. Cavabımız olacaq A variantı. 7-ci tapşırığa baxırıq. Dear Sarah, thank you for helping me with my math homework last week. Əziz Sara, keçən həftə mənim riyaziyyat ev tapşırığımda mənə kömək etdiyin üçün təşəkkür edirəm. I did well on the test because of your help. Sənin köməyin sayəsində mən testdə yaxşı yazdım. Next week I will have final exam in science. Gələn həftə mənim təbiətdən sonuncu imtahanım var. Let's meet soon to study together again. Gəl tezliklə görüşək, yenidən birlikdə dərs oxumaq üçün, yəni təhsil almaq üçün. Best wishes Emma. Ən xoş arzularla Emma. A-da deyir, Emma asks Sarah to help her to study science. Emma Sarahdan xahiş edir ki, onunla təbiəti çalışmaq üçün ona kömək etsin. Bu düzdür. Emma achieved a high score in science homework. Təbiət ev tapşırığında yüksək bal yığıb. Bu səhvdir, çünki hələ təbiətdən heç bir söz danışmadı. Sadəcə dedi ki, imtahanımız olacaq. Emma helped Sarah to be successful at math. Emma Saraha riyaziyyatda uğur qazanması üçün kömək etmişdi. Səhvdir. Emma yox, Sarah ona kömək etmişdi. Emma Saraha məktub yazır ki, çox sağ ol. Ona görə səhvdir. Sarah wants to meet Emma next week to do homework. Sarah istəyir ki, Emma ilə gələn həftə ev tapşırığı etmək üçün görüşsün. Sarah istəmir. Yenə də məktubu yazan Emma olduğuna görə Emma istəyir. Səhvdir. E-də Sarah wishes Emma to achieve success at math. Sarah Emma'ya riyaziyyat imtahanında uğur qazanmasını arzulayır. Burada Sarahın heç bir sözü yoxdur. Ona görə bu da səhvdir. Cavabımız A variantıdır. Gəlirik tekstimizə. Birinci tekstimizin ümumi tərcüməsini eləyəcəyik. Sonra suallara keçid eləyəcəyik. Komodo dragons are one of the largest animals on earth. Komodo əjdahaları yer kürəsində ən böyük heyvanlardan biridir. It's believed that Komodo dragons came from Australia to Indonesia thousands of years ago. İnanılır ki, Komodo əjdahaları Avustraliyadan İndoneziyaya 1000 illər öncə gəlmişdir. These animals can grow up to 3 meters. Bu heyvanlar 3 metrə qədər böyüyə bilir. They are also heavy. Onlar həmçinin ağırdır. They can be about the same weight as a panda bear. Onlar təxminən bir panda ayısı ilə eyni kilodadır. Komodo dragons have an excellent sense of smell. Komodo əjdahalarının çox əla qoxu qabiliyyəti var. Qoxu hissi var. They use their tongues instead of their noses to smell. Onlar burunları əvəzinə dillərindən istifadə edirlər qoxu qoxlamaq üçün. Komodo dragons are very good hunters. Komodo əjdahaları çox yaxşı ovçudurlar. They can see the animal which they want to hunt from 4 kilometers away. Onlar ovlamaq istədikləri heyvanı 4 kilometr uzaqlıqdan görə bilirlər. They are known for their dangerous hunting way. Onlar öz təhlükəli ovçuluq etmə yolları ilə tanınırlar. They have poison in their mouth that can kill the animal they hunt. Onların ağzında heyvanları ovladıkları heyvanı öldürə biləcək zəhərləri var. There is an interesting fact that Komodo dragons can also eat one another. Belə bir maraqlı fakt vardır ki, Komodo əjdahaları həmçinin bir-birlərini yeyə bilirlər. The larger ones can eat the smaller ones. Böyüklər kiçikləri yerlər. Komodo dragons may soon no longer exist. Komodo əjdahaları artıq yoxdurlar. Uzun müddət ki, yoxdurlar. They usually stay away from people. Onlar əsasən insanlardan uzaq dururlar. Volcanoes, earthquakes and fires are dangerous for these animals. Volkanlar, zəlzələlər və yanğınlar bu heyvanlar üçün təhlükəlidir. To protect them, Komodo National Park was created in 1980. Bu heyvanları, onları qorumaq üçün Komodo Milli Parkı 1980-ci ildə yaradılmışdır. This park includes several islands of Indonesia where Komodo dragons live. Bu parka İndoneziyanın bir neçə adası daxildir, haradakı Komodo əjdahaları yaşayır.
Keçirik 8-ci tapşırığa. Choose the correct answer to the question according to the passage. Suala düzgün cavab vermək lazımdır. How do Komodo dragons hunt? Komodo əjdahaları necə ovlanır? Adı deyir, Komodo dragons use their noses to find other animals. Digər heyvanları tapmaq üçün onlar burunlarından istifadə edir. Bu səhvdir. Burunlarından yox, ağızlarından, yəni dillərindən istifadə edirlər. B-də, they use poison in their mouths to kill animals. Düzdür. Heyvanları öldürmək üçün ağızlarında zəhər var idi. C-də, smaller Komodo dragons help larger ones. Balaca komodo əjdahaları böyüklərə kömək eləyir. Belə bir yoxdur, yəni belə bir fakt. Komodo dragons hunt other animals from a long distance. Komodo əjdahaları digər heyvanları uzun məsafədən ovluyurlar. Bu səhvdir, uzun məsafədən olsa da görə bilirlər. Ovlamaq yox. Və sonuncu, they give the animal to smaller Komodo dragons to kill. Onlar balaca komodo əjdahalarına öldürmək üçün heyvan verirdilər. Bu da səhv fikirdir. Elə bir fikir yoxdur ümumiyyətlə. Cavabımız B variantıdır. Gəldik 9-cu tapşırığa. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın. Komodo dragons, komodo əjdahaları are light in weight. Ölçüdə yüngüldürlər. Bu səhvdir. Ağır idilər. Heavy sözü də yuxarıda var. Have a sense of smell in their tongues. Dillərində qoxu instinkti hissi var idi. Bu düzdür. Keep 4 km distance from each other. Bir-birlərindən 4 kilometr məsafə saxlayırdılar. Xeyr. Can grow up to a meter. 1 metrə qədər qalxa bilirdilər, amma əslində 3 metr idi. Bu da səhvdir. Don't attack each other. Bir-birlərinə hücum etmirdilər. Səhvdir. Bir-birlərini hətta yeyə bilirdilər. Cavabımız olacaq B variantı. The false statement according to the passage. Mətnə əsasən səhv fikri tapın. Burada səhv variant tapmalıyıq. The Komodo dragons live in Komodo National Park. Komodo əjdahaları Komodo Milli Parkında yaşayırlar. Bu düzdür, bəli. Onlar üçün yaradılmışdı. Komodo dragons came from Indonesia. Səhvdir. Bunlar Avustraliyadan İndoneziyaya gəliblər. Elə cavabımız B variantıdır. Natural disasters are dangerous for Komodo dragons. Düzdür. Da yazmışdı volcanoes, earthquakes. Onlar təhlükəlidir Komodo əjdahaları üçün. D-də, the length of Komodo dragons can be about 3 meters. Bu da elə birinci paragrafdaydı. 3 metrə qədər böyüyə bilirlər. Komodo dragons are in danger of losing their lives. Komodo əjdahaları öz həyatlarını itirmək təhlükəsindədirlər. Düzdür. Yəni artıq yox olublar. Demək olar ki, artıq mövcud deyirlər. Bu da düzdür. Cavabımız olacaq B variantı. 11-ci tapşırığın izahına baxırıq. What is the passage mainly about? Ümumi mətni haqqındaydı. Hunting ways of Komodo dragons. Komodo əjdahalarının ovçuluq üsulları. Xeyr. A good sense of smell. Yaxşı qoxu qabiliyyəti. Xeyr. The nature of Australia. Avstraliyanın təbiəti. Xeyr. One of the biggest animals. Bəli, ən böyük heyvanlardan biri haqqındaydı. Cavabımız D-dir. E-də isə The Indonesian Islands. İndoneziya adaları. Xeyr. Cavabımız olacaq D variantı. Which statements are true according to the passage? Hansı fikir mətnə görə düzgündür? Komodo National Park was created at the end of the 20th century. Komodo Milli Parkı 20-ci əsrin sonlarında yaranmışdır. Bu düzdür. 1980 20-ci əsrin sonlarıdır. Deməli, biri birdir. İkincisi, Komodo dragons are very friendly with people. Komodo əjdahaları insanlarla dostcanlı idi. Xeyr, insanlarla yola getmirdilər. All Indonesian islands are included to Komodo National Park. Bütün İndoneziya adaları Komodo Milli Parkına daxil idi. Xeyr, onlardan sadəcə bəzisi daxil idi. Komodo dragons are under protection. Komodo əjdahaları qorunma altındadır. Bəli, Milli Parkda qorunma altındadır. Cavabımız olacaq 1 və 4. Üçüncü tapşırıq. This winter I will stay nöqtələr my aunt's 2 weeks. Deməli, nənəmgildə, əmimgildə, xalamgildə sözlərini istifadə edərkən biz burada ətdən istifadə edirik. I will stay at my aunt's
Və müddətdən istifadə edərkən qeyri-müəyyən zamanlarda biz istifadə edirik fordan. For since dərsində bunu keçmişdik. Əgər xatırlayırsınızsa 8-ci sinifin əvvəllərində. Deməli, at və for. Cavabımız olacaq B variantı. 4-cü tapşırığın izahına baxırıq. Nöqtələr was your first grade teacher. She was Miss. Deməli, burada adamlardan söhbət getdiyi üçün təbii ki, biz what'dan istifadə edə bilmərik. Why niyədir? Cavabımız nə deyir? O, xanım Smith'dir. Deməli, o kimdir deyə soruşur. Kimdə nə olacaq? Who. Who was your first grade teacher? Sənin 4-cü sinif müəllimin kimdir? She was Miss Smith. O, xanım Smith'dir. Cavabımız olacaq E variantı. 5-ci tapşırıq. Our building is as olanda sadəcə biz sifətin bir dərəcəsindən istifadə edə bilərik. O da ki, positive degree, yəni ad dərəcə. Baxırıq, Z-lər getdi. More modern olmaz, çünki müqayisə dərəcəsidir. Cavabımız olacaq D variantı, modern. Tapşırığın izahına baxırıq. The singer nöqtələr his new song at the moment. At the moment nədir? Hal-hazırda. Hansı zamanın göstəricisidir? Davam edici zamanı. Və indiki davam edici zamanı. Çünki hal-hazırda. Baxırıq. Bunları avtomatik çıxarırıq. Bir keçmiş, bir də indiki var. At the moment olduğuna görə biz indiki davam edici zaman is singing istifadə eləyəcəyik. Was olmaz. The singer is singing his new song at the moment. Müğənni öz mahnısını hal-hazırda ifa edir. Cavabımız C variantı. 2-ci tapşırığın izahına baxırıq. 3 dənə söz, 3 definition var. Birləşdirməliyik. Matchingdir. Birinci, to annoy, qıcıqlandırmaq. To frighten, qorxuzmaq. To prove, ispat etmək. Baxırıq. A variantında to show that something is true. Göstərmək, nə isə düz olduğunu göstərmək. Bu olacaq prove. 3 getdi. To make somebody a little angry. Kimisə bir balaca əsəbləşdirmək. Bu da olacaq qıcıqlandırmaq, yəni annoy. Və ikinciyə qaldı C variantı. To make somebody feel afraid. Kimisə qorxu hissini, kimisə qorxuzmaq, yəni qorxu hissi vermək. Olacaq C. Deməli 1B, 2C, 3A olacaq A variantı. 18-ci testin izahına baxırıq. Yenə 3 söz və 3 dənə definition var. Birinci söz to worry, narahat olmaq. To scream, qışqırmaq. To cover, örtmək. Nə isə bükmək. A variantında to make a loud high cry that shows you are afraid or hurt. Yüksək qışqırıq etmək, yəni yüksək səslə qışqırmaq, göstərmək ki, sən nədənsə incinmisən və yaxud da ki, qorxmusan. Bu olacaq scream, qışqırmaq. 2-yə getdi. To feel that something bad will happen or has happened. Hiss etmək ki, nəsə pis bir şey baş verəcək və yaxud da ki, artıq baş veribdir. Bu olacaq worry, narahat olmaq. Və C, to put one thing over another thing to hide it or to keep it safe or warm. Bir şeyin üstünə nəysə başqa bir şeyə qoymaq, onu gizlətmək və yaxud da ki, onu zərərsiz və isti saxlamaq üçün. Bu da olacaq cover, üstünü örtmək mənasında. Deməli, 1B, 2A, 3C olacaq B variantı. 3-cü tapşırığın izahına baxırıq. Düzgün fikri seçin. One of the tables is newly painted. One of the tables uzlaşmaya aiddir. Deməli, uzlaşmada biz ofdan əvvəlkinə baxırıq və feili onunla uzlaşdırırıq. One izlə uzlaşır, çünki stollardan biri yeni rənglənmişdir. Stollardan biri bir dənə olduğuna görə biz təkdə istifadə edirik, bir düzdür. İkincisi, the cost of this construction is too high. Bu tikintinin xərci həddindən artıq çoxdur. Burada the cost təkdədir və izlə uzlaşıbdır. Bu da düzdür. Üçüncüsü, George and I was attending the same competition. George və mən eyni yarışa qatıldıq. Bu səhvdir. George və mən artıq 2 nəfərik. Was yox, were olmalıydı. Ona görə 3 səhvdir. The pages of this book is torn. Pages cəmdədir. Bu kitabın səhifələri izlə yox, arla uzlaşmalıydı. Ona görə səhvdir. Çünki səhifələr sözü cəmdədir, iz yox, ar olmalıydı.
Deməli, düzgün cavab 1-2 A variantıdır. 20-ci tapşırığa baxırıq. We played very well, didn't win. Baxırıq, biz çox yaxşı oynadıq. İkinci tərəf nədir? Didn't win. Qazanmadıq. Deməli, burada təzad var. Yaxşı oynamaq və qazanmaq, qazana bilməmək daha doğrusu. Olacaq təbii ki, but, amma. Biz çox yaxşı oynadıq, amma qazana bilmədik. Digərləri təzad bildirmədiyi üçün, or, yaxud, because, çünki, so, beləliklə, and isə və deməkdir. Təzad bildirmədiyi üçün digər variantlar olmur. Cavabımız olacaq C variantı. She decided, nə tələb eləyən feildir? To tələb eləyən feildir. Ona görə biz burada mütləq infinitiv yazmalıyıq. Ya to sell yaza bilərik, ya da not to sell yaza bilərik. Cavabımız 1 və 3-dür. B variantı. Yəni, bunun ayrı tərcüməyə ehtiyacı olan bir test deyil. Bunu çox asanlıqla, əgər qaydanı bilirsinizsə, yaza biləcəksiniz. Birini tərcümə eləyək. She decided to sell her house, which is in Qazax. O, Qazaxda olan evini satmağı qərarlaşdırdı və yaxud da ki, satmamağı qərarlaşdırdı, inkarda isə. Cavabımız B-dir. İkinci testin izahına baxırıq. Choose the antonym of the underlined word. Altından xətt çəkilən sözün antonimini tapın. The central street is very noisy. Mərkəzi küçə çox səsküylüdür. Səsküylü sözünün antonimi sakit olar. Baxırıq. Dirty, çirkli, getdi. İşarə eləyək. Big, böyük, getdi. Short, qısa, getdi. Quiet, sakit. Cavabımız budur. Long isə uzun. Çox asan bir testdir. Cavabımız D variantı. 23-cü tapşırığın izahına baxırıq. Choose the correct sentence in the passive voice. Məchul halda olan cümləni tapın, düzgün cümləni tapın. Baxırıq A variantına. The baby slept a lot after a long walk. Təkcə slept-lə düzələn heç bir passive voice yoxdur. İkincisi, B-yə baxırıq. It's very difficult to answer the question. Suala cavab vermək çox çətindir. Bu da səhvdir. Heç bir passive voice ifadəsi yoxdur. C-də I was offered a new job. Aha. To be-nin keçmişi və feilin üçüncü forması was offered past passive voice-dir ki, yəni past simple-ın passive voice-idir. Keçmiş sadə zamanın passive voice-idir. Ona görə cavabımız C-dir. D-də I drink milk every night. Mən hər axşam süd içirəm. Burada heç bir məhculluqdan söhbət getmir. Və I like to listen to the music. Mən musiqiyi dinləməyə xoşlayıram. Burada da heç bir məhculluqdan söhbət getmir. Hər şey aktivdir, yəni məlum növdədir. Cavabımız olacaq C variantı. 24-cü testin izahına baxırıq. The boy took nöqtələr isim verilibdir. Book və and returned nöqtələr. Deməli, oğlan burada bizə isimlə işlənən yəlik əvəzlik lazımdır. Burada isə isimsiz işlənən əvəzlik lazımdır. Baxırıq, hers olmaz birinci tərəfə. Hizlər ola bilər, your ola bilər, amma mine olmaz. İndi ikinci tərəfə baxırıq, bizə isimsiz lazımdır. Çünki nöqtə verilibdir, yəni cümlə bitir. Baxırıq, Zeyr gələr, gəlməz. May gələr, gəlməz. Yəni, belə çıxarmaqla da çox asanlıqla cavabı tapmaq olar. Cavabımız E variantıdır. İndi cümləni düzgün cavabla oxuyuruq. The boy took his book and returned mine. Oğlan kitabını götürdü və mənimkini geri verdi. Onun kitabını götürdü və mənimkini geri verdi. Cavabımız olacaq E variantı. 25-ci testin izahına baxırıq. Choose the words with negative meanings. Negativ nədir? Yəni ki, mənfi mənalı sözləri tapın. Mənfi mənalı, yəni pozitiv olmayan sözlər. Baxırıq, embarrassed, utanç verici. Bəli, biri birdir. Peaceful, sülhpərvər, sülhsevən deyil. Confident, özgüvənli deyil. Creative, yaradıcı deyil. Yəni, bunlar üçü də pozitivdir. Disrespectful, hörmətsiz, bəli, biri də 5-dir. Deməli, negativ mənalı 2 dənə sözümüz var. 1 və 5, utanç verici və hörmətsiz.